Salam əziz və hörmətli dostlar. Umarım ki, keyfiniz sazdır. Bu koronavirus və onun balaları və nəticələrindən çox müvazib olunacağınızı rəhm eləmir. Mən mütəəssifanə biraz zəiflədiyim üçün 2 aydan çoxdur ki, bu məruzçılıq yaxama yapışmışdı, düşmürdü. Yavaş-yavaş qurtarmışam. Şükür olsun. Amma bilirsiniz, təsadüf də eləmişdim. O təsadüfün hədəfi ilə davamı qalır. Hər halda. Mən hər gün dostlar çalışıram ki, bir neçə səfər bu kitabdan Hünər-i Cəng adında tərcümə olub İranda. İngiliscəsi The Art of War və türkcəsi Savaş sənətidir. Ondan bir neçə səfər oxuyam. Bu kitabı ki, mənim əlimdədir, bunun Həsən-i Həbibi, Doktor Həsən-i Həbibi Haşimi Rəfsəncaninin müavin əvvəli və sonra da Xatəmi dövrəsində müavin əvvəl oldu. O tərcüm edibdir. İçində çox türk ziddi və təhriflər görünür. Mən gördüyüm qədər. Əlbəttə elə deyim, kitab kollən təhrifdir. Bir kitabın ki, ingiliscəsi 100-dür, farscası 100, 204 səfədir. Yəni təhrifdir. Buna nə deyirlər? Təhrif yəni 2 qat. Və ayırmır ki, mənim nəzərim budur, yazarın nəzəri budur. Türkcəsində mən oxudum, əgər yadınızda bir 10 səfə türkcəsindən oxudum tərcüməsini, türk tərcüməsini. Orada kitabı tərcümə eləyən öz nəzərlərini artırır. Deyir ki, mənim nəzərim budur. Ya kitaba hələ düşmür məsələn, ta əsli kitabı. Vəli burada rəsmən adam bəlli deyir ki, harası bunun sözüdür, bu 200 səfənin harası yazarın sözüdür. Və bəzi yerlərdə də görürük ki, bugünkü savaş fərzin o zamana qoyubdur. Bu da düz deyil. Hər halda təhrifi istədim deyəm ki, bu kitabda vardır. Amma biz bu kitabı necə oxuruq, onu da bir deyim. Hər kəlmə ki, burada oxuruq, indi mən bir cümlədə deyəcəm. O kəlməni gərək biz diqqət eləyək ki, bunlar hangi amacla işlədiblər, brainwash amacı ilə. Yəni, onlar istəyirlər, bu kitabı biz oxuyaq, biz brainwash olaq, bizim beynimizi yıxıyalar, yuvalar. İndi hər halda yetişdik 53-cü səhvəyə. Bu günləri umaram ki, 53, 54, 55, 56, 58-ci cənəcə oxuya bilsək, əlbəttə elə bir çoxdur, 60-acan. 60-acan eləyə bilsək, oxuyaq, yəni bəlkə bu fəsli də qutarırıq. Bu 53'ün ahirlərində Hünər-i strateji təhacümi çelinə است. Təhacüm, hücum eləmək, yürümək, hətta belə desək, üstünə yürümək, düşmənin üstünə yürümək stratejiləri belədir. Nə cürdür? در نتیجه هنر راهبری لشکریان در نبرد بدین شرح است. Bu cür deyir ki, beləsi olmalıdır. وقتی برتری شما 10 برابر است دشمن را محاصره کنید. O zaman ki sizin nəfəratınız adamlarınız, yəni savaşçı adamlarınız və tüfənginiz, imkanatınız 10 bərabər düşməncəndə düşməni mühasirə edin. Məsələn, Rusiyanın qətən 10 bərabərcən Rusiya, Ukraynanın imkanı var, amma görürsünüz ki, mühasirə eləyə bilmirsiniz, torpaq yekədir. Gərək gələ şəhərləri mühasirə eləyə. Ki, görürük, bu işi də görübdür və bu son günlərdə də millətin ruhiyyəsini dağıtmaq üçün ciddi zərbələr vurur şəhərlərə. O cümlədən bugün bir uşaqlar xəstəxanasını vurubdur. Pəs, əgər sizin adamınız çox olsa mühasir deyə bilsiniz. Əcəba biz şəhərlərdə bu işi görə bilirik. Qətən və %100 biz bu işi görə bilirik. Məsələn, Niruy İntizaminin 110'un bir padiganı vardı. İdarə İttilaatın yanında, İmam Cüvənin evinin yanında. Orada bir seri padiganlar var, kiçik-kiçik. O padiganları, təbii ki, biz, məsələn, bir 10.000 nəfər geçsə burada otursa, bu maşınlar oradan eşiyə çıxanmazlar. Biz hər məhəllədə bir kəlantəri ya paygah var, ya pasgah var, hər nədə adı isə, onu bir 50 nəfər, 100 nəfərlə mühasirə edə bilərik. Çünki onların içində bu qədər adam yoxdur. Bəs bu imkan var. Savaşın
İndi yenə dedim, bunları diqqət buyurun. Buracan ki oxuduq, savaşın %70, 80, hətta 90-ı bəlkə cəngi rəvanidir. Düşməni qorxuya salmaqdır. İndi vəqti 5 bərabər است به دشمن حمله کنید. O zaman ki 1'e 5'dir. Yəni o düşmən 1'dir, siz 5'siz. Onda həmlə edin düşmənə, mühasirə eləməyin. Girin içəriyə. Şampo deyibdi, bir dənə indi o nizami generallardan Çinin o zaman 2000 il bundan qabaq bu kitabı yazmamışdan qabaq deyiblər ki اگر نیرومندی من 5 برابر دشمن باشد وی را در مقدم جبهه به حال آماده باش نگه می‌دارم. اگر mənim deyir 1'e 5 olsa, mən bir iş görürəm ki, o daima yata bilməsin, prosta amade başda qalsın. Yəni o həmişə hazır qalsın ki, indi vurarlar bir saatdan sonra ruhiyələri buradan xarab olsun. Və az پشت جبهه وی را غافلگیر می‌کنم. Və bu tərəfdən gedirəm, arxadan bunlara həmlə elərəm. Məsələn, şəhərlərinə gedirəm. Döyür vuraram da, yəni çünki cəmiyyətim çoxdur da. Veyra در şərq متزلزل və mütəvəccih xətər میکنم. Diqqət buyurun, görün nədir. Deyir ki, o düşmən olan yerin şərq tərəfində, gün çıxanda orada mən bunun başını qataram. Yəni onu deyərəm ki, savaşı oradan başlayacağam. Amma nə olar? Amma در غرب veyra mikubəm. 50 nəfər, 100 nəfər göndərərəm ora. O orada məşğul olar, amma mən buradan girərəm, gün batandan girərəm, əzərəm onu. Diqqət buyurdunuz necə oldu? Bəs düşməni bu cür elir. Ki deyir, əgər mən düşmənin 5 qatı adamım olsa, düşməni biraz adamlarımla düşmənin başını cipədə qataram. Amma biraz gedərəm arxadan, şəhərlərdən gələrəm içəriyə, düşməni arxadan vuraram. Gün çıxan tərəfində, yəni məsələn deyək sağ tərəfində bir 50, 100, 500, 200 hər neçə adamla oradan bir həmlə yapışdırıram. Düşmən deyər, oradan həmlə elədim. Ora yürüyəndə mən arxadan bunu əzərəm. Gördünüz, 4 tərəf oldu bəs. 4 tərəfdən deyir, biz təbiətdə, həqiqən şəhərlərdə eləyə bilirik ki, İran ordusun, Sipah Pasdaranı hər yeri mühasirəyə salaq və bunlar oradan çıxanmasınlar və ya çıxanda çox xəzinə versinlər. Ya təslim olsunlar. Çünki məsələn fərz buyurun Ləşkər Aşura ərtəş ki təqribən bitərəfdir indi feylən. Təqribən demək olar ki bitərəfdir. Rahpeymaylarda zətdə girib meydana şey eləmir. Bir də fərmandehləri çıxın ki, onlar öz mövqeyyətləri üçün Sipah Pasdaranı gedilər, ya Sipah Pasdarlardan imişlər, gediblər ərtəşə bunları ötürün başına. Amma ondan sonra görürsünüz ki, biz indi öz uşaqlarımız, sərbazları bu Sipah Pasdaranda, Ləşkər Aşurada, nə bilim, Qurdani fulanda, nə bilim, fulan, dedim, 110-da fulanda, bunlarda bizim öz uşaqlarımızdır. Təbii ki, biz oraya geçsək, onları məsələn birdən bir 2000 nəfər geçsə, o İmam Cümənin evinin ətrafında olan padğanları, xiyabanlarını tutsa, bunlar heç hərəkət eləyə bilməzlər. Vəqti 2 bərabər düşmən niru darid, əlbəttə biz bilirsiniz, şəhərlərdə yüzlər qat polisdən çox gücümüz var. Məsələn, misal vurun, bir çiki səhəri Kəleybəri. Kəleybərin milləti deyək ki, 50.000 nəfər. Orada olan pasigahda nə qədər adam var, sərbazlı, filanlı, bəhmanlı, hamısını yığsız, məsələn, 30 nəfər, 40 nəfər adam var. Amma onlar təşkilatlıdırlar. Yəni, bir dəfə deyəndə hazır ol, hamı hazır olur, gəlir. Onun üçün güclü görünür. Yoxsa nəfərata baxsaq və əlbəttə indi diqqət buyurun, məsələn, biz də sərbazçılıq eləmişik. Hamımız sərbaz, onlar da sərbazlar, biz də sərbazçılıq eləmişik. Nəticədən biz onlarla biruq əslində. Hətta biz onlardan da biraz rəvani baxımdan biz haqq olduğumuz üçün dilimizi, qanunumuzu, vətənimizi, hakimiyyətimizi, millətimizin azadlığın, istiqlalın, vətənimizin istədiyimiz üçün biz ruhsal baxımdan onlara üstünük. Haqqı da bizim yanımızda. Yəni o sərbaz da deyir ki, bunun haqqıdır. Mən həqqə görə bilirsiniz ki, həqqi qəbul eləmirəm. Amma o sərbaz da deyir ki, bunun istəyi düzdür. Bu toprağın sahibidir. Dərəcədarlar, əfsərlərin də bir çoxu belədir. Qalar bir neçə dənə böyük, yuxarı əfsərlər və generallar ki, onlar da biraz görsələr hava şeydir, onlar da çəkilərlər dalıya.
14-cü bəndə oxuyuruq. Vəqti do bərabər düşmən niru darid. O zaman ki siz 2 qat düşməncənsiz, adamlarınız olarcandır. Veyra təqsim və mütəfərriq konid. O zaman ki sizin cəmiyyətiniz onlardan 2 qat çoxdur, onda da onları bölün. Məsələn, bir iddəsi gəlsin gün çıxan sağ tərəfdə, bir iddəsi sol tərəfdə savaşsın. Bir iddəsin, məsələn, indi biz şəhərlərdə ziddi şuriş bir iddəsi çıxır şəhərə, gəldi saat qabağına, ziddi şurişi orada mühasirə edin, bunu da saat qabağında mühasirə edin, kələntərləri də orada mühasirə edin, qutarcaqdır. Radyo televizyonu alın, bura Təbriz, Güney Azərbaycan Türk Cümhuriyyəti, bura Ərdəbil, Güney Azərbaycan Türk Cümhuriyyəti, bura Urmiyə, Güney Azərbaycan Türk Cümhuriyyəti, bura Qəzvin, bura Zəncan, Güney Azərbaycan Türk Cümhuriyyəti, bura Tehran, Güney Azərbaycan Türk Cümhuriyyəti. Bu, yəni bu cürsü getmək olar. Bir ayrı general, Çinli general deyibdir ki, əgər bərtəriyə do be یک برای در دست داشتن وضعیت کفایت نکند برای تقسیم ارتش از روش حمله ظاهری به یک نقطه و کوبیدن دشمن در نقطه دیگر استفاده خواهیم کرد. Diyor şimdi 2 nəfər sizin gücünüz, savaşçılarınız 2 qat düşməndən çoxdur. Neyinin? Onda eləyə bilmirsiniz əgər düşməni kontrol eləyəsiniz. Əlbəttə biz indi dedim, cəmiyyətimiz çoxdur bizim şəhərlərdə. Cəmiyyətimiz hətta farslardan da çox olduğu üçün biz fars millətini belə mühasirə eləyə bildik. Diqqət buyurun. Hətta qərar olar ki, şəhərləri mühasirə eləyək, bizim cəmiyyətimiz onlardan çoxdur. Tarixdə də bu təkrar Qəşqailər inqilabda, Şirazda bilirsiniz ki, inqilab olmadı. Şirazda Qəşqai türkləri Qəşqaistanı ələ getirdilər. Yəni Şiraz Fars adında olan ustanı baxın, bu Fars adında olan ustan yoxdur tarixdə. Mən bunu özüm də axtardım, dostlara da dedim axtarsınlar, görək ki, tapa bilərlər. Bu Rıza Şahdan biraz sonra bu məntəqənin, bölgənin adına deyiblər ki, Fars. Ondan qabaq bura Qəşqaistandır. Buna görə ki, Qəşqailərin siyasi, coğrafiyayı hakimiyyətlərin aradan aparar, buranın adını qoyublar Qəşqai. Sonra da Qəşqaini neçə ustanın arasında Qəşqaistanı bölüblər. Və bilirsiniz ki, dedim, inqilabda da Qəşqailər gəlirlər, Şirazda da ələ aldılar və inqilab onların tərəqi ilə oldu. Yəni, əgər Qəşqailər gəlməsəydi, Şirazları ayağa durmazdılar. Hər halda, istədim bunu deyəm ki, yəni Qəşqailər eləyə bilirlər Şirazı, Fars şəhərlərin mühasirə eləyərlər. Necə ki, biz məsələn, türklər əgər istəsələr, vaqəən Tehranı mühasirə elərlər. Düzdür, Tehran bir neçə milyon, 10 milyon, 12 milyon, 15 milyon cəmiyyətdir. Amma bu 15 milyonun məsələn, neçə milyonu türkdür. Sadəcə o Tehranın eşikdə olan türklər, Çərəsdə, nə bilim, İslam şəhridə, o üzbüyüzdə, Şəhriyarda olan türklər, əgər bu şəhri mühasirə eləyələr, bu şəhərə su getməyə, yemək getməyə, dava dərman getməyə, nə bilim, təyyara getməyə, polis getməyə, bu şəhərdə heç iş olmaz. Heç iş dövlət görə bilməz. Hər halda, amma deyir, əgər sizin 2 dənə adamınız var, düşmənin 1 dənə adamı eləyə bilmirsiniz. Yəni, siz onların 2 qatısız, cansız eləyə bilmirsiniz ki, onlarla savaşasınız. Yəni, görürsünüz, kifayət eləmir. Onların silahı var, sizin yoxdur. Onların bəzi imkanları var, sizin yoxdur. Deyir, onda zahiri öz adamlarınızı 2 yerə bölün. Zahiri halətdə bir nöqtəyə həmlə eləyin, məsələn, kərəntərilərə. 110 padqanından çıxandan sonra çıxacaqları eşiyə, sipapaslardan çıxacaqdır. Onları hər məhəllədə salın arasına, çəmbər mühasirə. Salın çəmbərə və əzin geçsin. Bəs bildiniz də bir yerdə hədəf olur. Zahirən düşmənə deyir ki, biz saat qabağında toplanacaq, amma eyni zamanda ayrı yerlərdə də huzurumuz olur. Düşməni o yerlərdə də xəl silah edir. Bu və həmin dəlil Duk Bozor qofdə است. Bir dənə bunların böyük rəhbərləri var. Duk Çin şeyi deyil, bunu da deyim. Duk Çin ləqəbi deyil. Məsələn, bizdə xan var, bəy var, ondan sonra nə bilim, vəzir var, gizir var, bu cürsə bir şeylər. İndi bu
Burada duçdan danışır. Əgər duç iştibah eləməsəm, Avropanın Fransa tərəflərindən gələ olsun, dəqiq bilmirəm. Amma burada bunu yazıbdır. Bəllidir ki, bu kitabı ingiliscədən ya Fransızcadan tərcümə eləyibdir. Orada duç sözün, onlar da türk ziddidirlər. Bunu da deyim ki, Avropalılar da türk ziddi olduğunu hər yerdə ki, bu kitabda məsələn xan deyilibdir, onu foran han eləyiblər ki, bu bilinməsin bu türkdür. Amma onlar duç yazıblar, çünki özlərinin duçu var idi, xana duç deyirdilər. Ona görə onlar o cür götürüblər. Bu da elə o götürüb onu tərcümə edib. Yəni ağılda bir şey var, bunların ağlında daş daşıyır ağılları. کسی که قادر نیست با دشمن طوری عمل کند که منجر به تقسیم نیروهای وی گردد نمیتواند از تاکتیک استثنایی سخن بگوید. Deyir ki, əgər bir dana fərmandeh ki, deyir, mən istəyirəm bu şəhəri alan, bu düşməni sındıram. 2 qatda gücü var, nəfəratı vardı, adamı vardı, savaşçısı vardı. Düşmənin 2 qatı. Amma eləyə bilmir düşməni bölsün. Bu iddia eləyə bilməz ki, mən savaş tekniki başarıram. İndi diqqət buyurun, biz məsələn əgər eləyə bilməsək, Fars ziyalı adlanan, roşənfikir adlanan adamları və məsələn hizbiləri neçə yerə bölək, bəllidir ki, biz başarırıq. Yəni gərək biz indi İranın içindəki Fars hizbilərin Azərbaycançı və qeyri-Azərbaycançıya bölmüş olaydıq. Kürdçü və Farsçıya bölmüş olaydıq. Ərəbçi və Türkçü. Çünki onlar o cürsü bölünsələr, məsələn, diqqət buyurun, hətta Pişəvərinin bu təcrübəsi var da. Pişəvəri Hizb-i Tudədə gəlir, deyir ki, Təbrizdə Hizb-i Qurandan sonra deyir ki, burada nə eləyəcəyik? Hizb-i Tudə 2 yerə bölünür. Hətta icazə almır mərkəzdən. Bölünür, yapışır, türkçə olur, qalır bura. Tehrandakılar nədirlər? Farsçıdırlar. İndi bunlar bir-birləri ilə danışanda bir Tudənin bir tərəfi türkçüdür, bir tərəfi bu Pişəvərinin siyasəti gözəl siyasətidir. Pəs nizami siyasətdir. Biz geri eləyə bilərik ki, Türkün hətta idarələrin də məsələn Azərbaycanda heç olmasa məsələn bir dana bir şey deyim. Məsələn bizim qızlarımızdan, famililərimizdən biri bir dana ustandarına, fərmandarına, baxışlarının evlidir. Ya hətta oğlan dostudur, ya qız dostudur onun ailəsi ilə. Biz gərək onların vasitəsindən istifadə eləyək və onları Azərbaycan vəziyyətinə, Azərbaycan tərəfdarına çağıraq. Ya heç olmasa tərəfsiz eləyək. Onları da bu cür demək olar. Sən Azərbaycanlısın, Azərbaycanlılar səndən razı olmalıdırlar. Və çoxlu yollar vardır. 15-ci əgər daray نیروی مساوی هستید, əgər sizin savaş gücünüz düşmənin 2 qatı deyil, yox, bərabərsiz. Ki dedim, İranda biz türklər çox olduğumuz üçün tamam güc əslində bizim tərəfimizdədir. Mi təvanid dərgir nəbərd şəvid. Eləyə bilərsiniz ki, savaşa girərsiniz. Çünki birə-bir savaşacaqsınız ən çoxu. Bunun heç bir məsələsi yoxdur. Dərin şərait, baxın görün, müxtəlif stratejiləri deyir ha. 10 qat gücüz olsa neyiniyin, 5 qat gücüz olsa neyiniyin, 2 qat gücüz olsa neyiniyin, birə-bir olsaz neyiniyin. İndi gəlir ki, az olsa neyiniyin, getəcək azlara, az olsa neyiniyin. Əgər birə-bir oldu, deyir, savaşa girin, qorxmayın. Birə-birsiz. O da bir adamdır, siz də bir adamsınız. Vuracaqsınız. Və qalıb da hər kəsin ruhiyyəsi özün üstün görə bilər. İndi məsələn, Ukraynalılar Ruslardan özün üstün görürlər. Niyə? Deyirlər ki, vətən sahibi bizuq. Amma Rus nə deyir? Rus sərbazı hər nədir olursa deyir ki, mən bura təcavüz edirəm da, bura bunların torpağıdır. Onun savaşmaq əngizəsi azdır, qaçmaq əngizəsi çoxdur, dir qalmaq əngizəsi çoxdur. Amma Ukraynanın həm dir qalmaq əngizəsi çoxdur, həm də ölmək əngizəsi çoxdur, həm də öldürmək əngizəsi daha çoxdur. Amma o Rusdan gələnin qaçmaq və öldürmək əngizəsi var. Qalmaq bilir ki, bura mənim vətənim deyil, mən burada qalmayacağam ki. در این شرایط تنها فرمانده قابل و صاحب صلاحیت است که میتواند پیروز شود. Əgər birə-bir adamımız vardı, bu şəraitdə o fərmandehlər ki, daha ağıllı tərpəşələr, daha strateji taktikləri düz bilələr, daha fürsətlərdən istifadə edir, o eləyə bilər piruz olsun, o birisi şikəst edir. Hansısı olsa, yəni demir siz ya o birisi, tərəfdarlıq eləmir. 16. هنگامی که به لحاظ عددی نیرویتان کمتر از دشمن است باید قادر به نبرد در حال عقب نشینی باشید. Ukrayna görürsünüz. Rusiya 2. Dünya Savaşında bu işi görübdür. Deyirlər ki,
Səfəvinin son dönəmində, Təhmasib dönəmində Osmanlılar gələndə bu işi görüblər. Azərbaycan Səfəvilər. Səfəvilər üçün azdılar, dala oturublar. Əlbəttə o qədər burada tarixlər yalandır ki, hədsiz, hesabsız. Məsələn, deyirlər ki, Təbrizin, Azərbaycanın tamam quyularını zəhərlədilər, ya doldurdular. Bu bir məsələdir. İkinci deyirlər ki, çünki bu zəhərləsələr sonra burada heç vaxt burada təmizlənməz. Bu diqqət buyurun, su təmizlənməz, zəhər qalar, ölərlər. Gələndən sonra da. Bu bir məsələ. İkinci məsələ, bunlar istəyirəm deyəm, yəni çoxlu yalanlar var. Üçüncü, dostlar çox gözəl yerə əl qoyublar. Deyirlər, əgər burada çox adam ölübdür, bunların qəbirləri hanı? Biz indi məsələn Rusiya ilə Ukrayna savaşını görürük. Görürük ki, düzdür, Ukraynalardan çox ölübdür. Bunlar qoyulurlar. Amma adamları qoyurlar, tabuta gətirirlər, bir-birinin dibinə düzürlər da, bir dənə xəndək qazıblar, yığırlar onun içinə. Sabahları 2 ildən sonra, 10 ildən sonra, 500 ildən sonra oranı qazsaz, görəcəksiniz ki, orada ölülər bir-birinin dibində belə, məsələn, neçə yüzdanı gedibdir. Amma məsələn deyir ki, dostlar gözəl yerlərə əl qoyurlar, kiçik nüktələrdən əsli cəryanı aparırlar sual altına. Deyir ki, ağa, axı bu savaş yeri ki deyirsiniz, orada axı bir ölü tapılmır, pet, ondan sonra orada şey də yoxdur axı. Silahlar da yoxdur. Silahlardan da əsər yoxdur. O halda ki, heç olmasa sınıq-salğaq silahlardan bir şey orada qalmalıydı. Yoxdur. Amma deyir ki, indi əgər sizin savaşçı gücünüz Ukrayna dair Rusiyadan azdır. Nə edəcəksiniz? Bu gücünüz olacaq ki, dalı otura düşmənlə savaşasınız. Dalı otura düşmənlə savaşacaqsınız. Geri-gedə düşmənlə savaşacaqsınız. Əgər belə olsanız, müvəffəq olarsınız. Əgər ləşkəriyanı şuma در وضع فروتری هستند əgər aşağıdadılar, bunda gərək neyləsin? Müvəqqətən nə qozarik? Düşmən ibtikar həmli ra be dəst begirər. Əvvəldə müvəqqətən, yəni bir qısa zaman içində qoymayın düşmən həmlənin ibtikarın əlinə gətirsin. Yəni əvvəl həmliyə başlasın. İbtikar həmlə, yəni həmliyə başlasın. Əgər sizin sayınız düşməndən azdır, qoymayın düşmən əvvəl həmliyə başlasın. Neyini bəs? تا شاید بعداً بتوانید از نقطه ضعف دشمن استفاده کنید. تا Eliyə bilərsiniz sonra düşmənin nöqtə zəfindən istifadə edəcəksiniz. Harası zəifdir. Zəif yerindən. İndi bir cibhəsi zəifdir, adamı azdır, arxasından, oradan, buradan bunlar mühümdür. عرض edeyim ki ثانیاً بعداً بتوانید از نقطه ضعف دشمن استفاده کنید. در این صورت کلیه انرژیتان را به حرکت در می آید و به انرژی هایتان به حرکت در می آید و با تصمیم قاطع پیروزی را جستجو خواهید کرد. اگر onun zəif yerin tapsaz düşmənin haradır, onda onu neyəcəksiniz? Eləyə biləcəksiniz ki, sındırasınız və öz hərəkətlərinizlə gedəsiniz qabağa. Əgər düşmən nirumend və mən natəvan başam. İndi deyir ki, əgər biz zəifuq, amma düşmən güclüdür. Diqqət buyurun, bunu məsələn, bəzi bizim dostlarımız, Kürdləri düşmən fərz eləyən dostlarımız burada bu müşkilə düşürlər ki, Kürdlərin məsələn bir 2000 dana əllərində Klashinkovları var. Bir 50 dana da məsələn nə bilim şeyləri var, tirbarları var. Bir 20 dana da RPG-ləri var. Onu yadlarından çıxadırlar ki, əvvələn bizim nəfəratımız çoxdur, ikinci bizim də sərbazlarımız ki, dövrə görüblər çoxdur. Kafidir ki, silah ələ gəlsin və keçsin qabağa. Əgər düşmən nirumend və mən natəvan başam, mən əgər zəif olsam, müvəqqətən xud ra kənar mikəşəm. Bir qısa zaman üçün özü dalıya otururam. Və az hər gune dərgiri pərhiz mikonam. Özümü savaşdan uzaq tutar. Düşmənlə savaşmaq. Çünki mən zəifəm da, natəvanım. Qarabağın işğalını görün burada. Azərbaycan Cumhuriyyəti var, Ermənistan var, Rusiya var, İran var. İran
Ermənistan, indi də bilirsiniz ki, tamam stratejilər ki, bu məntəqədə vardı. İran, Ermənistan və Rusiya müttəhiddirlər. Azərbaycanın torpaqlarını işğal edirlər və Azərbaycanın da ordusu yoxdur, gücü yoxdur, müttəhidi də yoxdur, qalır. Deyir, nə edir? Bir qısa zaman üçün savaşmır. Savaşmır. Görək nə olacaqdır? این طرز عمل مربوط به وقتی است که شایستگی و لیاقت ژنرال‌ها و قدرت تاثیرگذار لشکری مساوی است. Əlbəttə deyir, bu o zamandır ki, görürük ki, onların da, ermənilərin də, Azərbaycanın da generalları, yəni fərmandehləri, onlar ki, savaş tekniklərin başarırlar, onlar bərabərdirlər. Dəngə-dənginədirlər, dəngi-dənginədirlər. Dəng-dənginə yəni müsavidirlər, Türkçəsi. Dəng-dənginədir. Bu o zamandır. چنانچه من کلیه امکانات خود را در اختیار داشته باشم و دشمن آشفته و به هم ریخته باشد، اگر لشکریان من در شور هیجان و لشکریان دشمن دردمند و رنجور باشند ولو دشمن به لحاظ عددی برتر باشد من میتوانم به نبرد بپردازم. Deyir, diqqət buyurun, burada yenə rəvani bir teknikə keçir. Deyir ki, əgər gördük ki, mənim imkanım azdır, topum, tancım, gülləm, bunlar azdır. Amma mənim birdən yanımda bir Türkiyə var. Ki, müsait zamanda %100 bizim yanımızda duracaqdır. Necə ki, Azərbaycan Cumhuriyyətinin yanında durdu. %100. Yəni, bunda şəkkimiz yoxdur. Çünki dünya stratejisində də Türkiyənin nəfinədir ki, bizim yanımızda durur. Məsələn, Rusiyanın nəfinə deyir bizim yanımızda durur. İngilistanın nəfinə deyir bizim yanımızda durur. Amma Türkiyənin nəfinədir bizim yanımızda. Azərbaycan Cumhuriyyətinin nəfinədir bizim yanımızda durur. Türkmənilərin, Türkmənistan, Qırğızların falan hamısının mənfəətinədir bizim yanımızda durur. Ərəblərin mənfəətinədir bizim yanımızda durur. Çünki biz tarixən ərəblərlə düşmən deyirik. Amma farslar düşməndirlər. Amma o müsait şəraitdə onlar özlərini göstərəcəklər. Nə deyir ki, əgər indi mənim imkanlarım, topum, tancım, gülləm, filanım azdır. Amma düşmən öz arasında mən ixtilaf yarata bilmişəm. Bir-birinə məşkuk eləmişəm. Bir-birlərinə suizənliləri vardı. Bir-birlərinə sözünə qulaq asmırlar. Bir-birinin tərsini danışırlar. Və mənim adamlarımda bir həyəcan var. Milli hərəkət, milli mətənim, Azərbaycan deyirlər və şeylər. Amma düşməndə yoxdur bu həyəcan. Həyəcan olmadığı üçün də deyir, narahatdılar, nigerandılar, qorxurlar. Deyir, onda ağrıları var, filanlar var. Deyir, onda siz baxmayın ki, azdıqsınız. Həmlə eləyin. Çünki siz rəvani cəhətdən əgər güclü olsaz, 10 dana rəvani nayrahanda olan bu iki bilir mən düşmən, bura mənim torpağım deyir, bunlar düz deyir, mənim ana dilim var, mənim vətənim var, mən dövlət istəyirəm, duram, onun o qəst savaşmaq gücü yoxdur. Deyir, onda da həmlə eləyin, qorxmayın. Gənə piruz olarsınız, çünki mühüm ruhiyyədir. Silahdan mühüm ruhiyyədir. Mən yadıma gəlir, Bakiri dövrəsində belə bir fərman vermişdi Bakiri. İranın qənnasə deyən tüfəng yox idi ya da az idi. Məsələn, yadıma gəlir, deyirlər ki, rəhmətli Bakiri deyibdi ki, hangi bir savaşçı cibhədə bir əraq qənnasəsi alsa, əraqların o tüfəklərdən var idi. Onun savaşı orada qutardı, o tüfəngi götürsün, gəlsin arxaya. Çünki o silah mühüm idi. Bizim əlimizdə. İstədim bunu deyəm ki, yəni silah hələ götürmək olur. İndi biz şəhərdə fərz edin ki, bizim tüfəngimiz yoxdur, fərz bəli. Və polisi getdik məsələn Kəlantəriyə. Biz 5000 nəfəruq, 1000 nəfəruq, onlar 30 nəfər, 40 nəfər Kəlantəridə adam var. Çoxu da sərbaz, çoxu da dərəcədar, hamısı da bizim həmşəhrimiz. Deyirsən ki, silahları qoy yerə çıx. Çıxmasan, sən də bizi vurarsan, biz də səni vurarıq. Bizdən 5 nəfər ölər, səndən 2 nəfər ölər. Amma biz sizi ələ getirdikdən sonra siz diri qalmazsınız. Çünki biz çoxuq. O ya silahını verəcək, ya səndən davaya girəcək. Eləyə bilməz ki, sənin hamısını öldürə. 5 nəfəri, 10 nəfəri vuracaqdır, sən girmişsən içəriyə, bunları almışsan silahları. Bunların silahlarını alandan sonra bu padişah düşdü.
O birisi yerdə də qabağa çıxa bilməz. Bunu biz Əl-Əhvazda gördük. Əl-Əhvazda bu son cəryanlarda Əl-Əhvazlar o zamanacan ki, əllərinə Klaşinkov götürməmişlər, İranın bəsici, sipahı, ittilatı gedirdi orada, onları vururdular. Bir gün gördük ki, ərəblər bir 50 danası əlində Klaşinkovla çıxdı, o şeydən getdilər. Bunların bir oynamaq kimi bir ruhların yüksəltmək bir halətləri var. Ona getdilər. Ona gedəndə Fars ittilatı, polisi, sipahı dedi, wow, bunların 50 nəfərin əlində əsləhə var. Bizim də olsun bu şəhərdə 100 nəfər, 200 nəfər, 500 nəfər də bizim olsun. Biz o 50 nəfərlə savaşacağıq. Onlar çoxdular, ruhiyyələri var, torpaqlar bularındır, şəhər bularındır. Bunlar küçələri tanıyırlar, məhəllə bularındır, famillər bularındır. Bunlar evlərindən zətdən bizi burada qətliam elərlər. Həman 50 nəfər. Və hər bir nəfəri vursalar bir dənə əsləhələrinə getsəkdir. İran dövləti dalıya oturdu. چنانچه از هر لحاظ فروتر باشید باید در کنار کشیدن خود قادر و توانه باشید. دیدم من عجب gördünüz ki, hər cəhətdən həm ruhiyyə zdalıdır, həm silahı azdır, həm adamı azdır. Hər cəhətdən. Ya məsələn bir yerdəsiniz ki, düşmən sizə təsəllütü var. Onda nə edir? Deyir ki, onda qorxmayacaqsan dal oturmaqdan. Dal oturacaqsan. Bu da özü bir şeydir. Bizdə deyirlər ki, savaş da igidlikdandır, qaçmaq da igidlikdandır. Yəni o zaman ki gördün ki, aradan getmək imkanın var, tutulmaq imkanın var, vurmaq imkanın var, onda qaçacaqsan. Qaç, qoy dalıncan gəlsin, dalıncan. İndi məsələn şəhərdə rahpeymalıq eləyirik biz, fərz buyurun, bazar ağzından gəldilər üstündən, Gənclə tərəf qaçırıq. Sərbazlar da o dərəcədarlar da qalımızdan qeyd sal bunları araya, 10 nəfərdilər, bunları silahlarını al, getginə. Yəni əlbəttə o zamanlar dedim, biz də özümüz aramızda təşəkkülləşək. Yəni deyək ki, mən 5 nəfərik, bizlər bir-birimizin dalımızda duracağıq, ölümüzə can bir-birimizdən himayət eləyəcək. Yəni əcə gördük ki, birimizi tuturlar. Bunu mən bir dəfə də demişəm. Mən Amerikada da, Kanadada da polisi görmüşəm, ərtəşi görmüşəm. İndi də baxın Rusiyanın şeyinə ki, görərsiniz ki, o zaman ki, istəyirlər bir nəfəri vuralar, bir polis vurmaz. 5 polis, 10 polis düşər, bir nəfəri vurarlar. Bir nəfəri. Hətta yıxıblar yeri yerdə adam yıxılıbdır. Məsələn, bir dənə qərədə Amerikada indi polis məsələn bunu maşından çəkib sala bilib eşiyə. İndi bu adamı yatırdıblar yerə. Görürsən ki, bunun üçün 5 dənə polis gələn yıxılır bunun üstünə. Çünki bu istəyirlər təh salalar, vuralar. Siz də təh salsanız 5 nəfərə bir dənə polisə həmlə eləsəz, polis qaçacaqdır. Və bu rahatlıqda. Diqqət buyurun, əgər motorla gəlir, motorla gələn 2 təyyarə üstündə dura bilməz. Bir dənə təpik vursan gedər yıxılar. Əsləhəsi gedər bir tərəfə, özü gedər bir tərəfə, əsləhəsini alarsan. Biz gərək bunları bilək ki, nə cür eləyə bilərik bu işi görək. Əgər یک ارتش کوچک طعمه آسان برای یک ارتش قوی‌تر است. Zira ki, üzr istəyirəm, əcəl deyir, zira ki, bir dənə kiçik dəstə, bir böyük dəstənin luğmasıdır, bəlləsidir, dürməyidir. Necə biz dürmək tutarıq, yiyərik. Məsələn, siz 100 nəfər rahpeymalıq edirsiniz, polis 30 nəfərdir. Qaçırsınız, o tərəfdən gəlirsiniz, bu 10 nəfəri salırsınız araya. Turdu getdi, onlar təslim olacaqlar. Onlar ya gərək deyərlər ölməyə hazırıq, ya təslim olurlar. Ayrı yeri yoxdur. Mənsius adında bir adam da deyibdir ki, müsəlləmən کوچک نمیتواند با بزرگ برابری و ضعیف هم از قوی و افراد کمشمار برابر با افراد پرشمار باشند. Bir qətlən o zaman ki kiçik bir adam var, məsələn bir dənə 10 yaşında, 15 yaşında uşağı tutun, bir dənə məsələn 25 yaşında kişi ilə savaşan. Təbiətən o 25 yaşında kişi əgər yazda heykəli yeç olsa, bu uşağı döyə bilər. Ya bir dənə dedim boyu misal vurduq. İndi məsələn 2 nəfər həmişə bir nəfəri rahat vura bilər. Məsələn bir nəfərin əlində belə ağac olsa 2 nəfər eləyə bilər onu vursun. Əgər bir nəfər olsa onun da əlində ağac var mənim də, onun da əlində topança var mənim də. Məmulən bunlar bir-birlərini vurmazlar. Amma o ki əvvəl davrana o vurar. Yəni mən bunu yadıma gəlir, bir sərə getmişdik
uşaqlığımızda biz şeyə şərəfxanaya orada üzmüşdük. O zaman nə deyirlər, inşallah yenə də Urmu gölümüz dolar. O zaman o şərəfxana bəndəri dedikləri yerdə limanda məsələn bir ağac düzəltmişlər, ağacın iskilər düzəltmişlər. Bu iskilər məsələn 3 metr yarım, 4 metr yerdən, mıxlanan yerdən ta o suya qədər şeyi var idi. Biz o ağacın üstündə oturmuşduq. Yenə də mən uşaq idim, indiki məsələn deyək ki, mənim heç olmasa deyim də qışlarımın üstünə çıxırdı. Düzdür, 14-15 yaşım var idi, amma mənim bu budlarımın üstünə çıxırdı. Su belə şəpə gələndə qalxırdı, gəldi sinəmizəcən məsələ. O ağacların üstündə oturanda, yəni iskilərin üstündə oturanda. İndi oradan biz qayıtmışıq, gəlirik, bilmirəm, maşında nə oldu, nə olmadı. Bir dənə adam mənə tohin elədi məsələ. Mənim bir Abbas dayım var, məndən bir 42 kiçikdir. Məndən də boyu biraz cıqqılıdır. Mənim özüm boyum cıqqılıdır. Onun boyu məndən də cıqqılıdır. Durdu, gəldi, bu adam oturmuşdu. Buna macal vermədi bu adam. Bu adamın yapışdı xırtdəyindən sıxdı. Bu adam ki, məsələn, heykəli də yekəydi. Çünki bu əvvəl davranmışdı da. Bunun xırtdəyini sıxdı. Bu adamın gözləri getdi, gözlərindən çıxdı. Əlləri belə yanından düşdü yerə. Gördüm, öldürür. Tutdum, əlindən aldım. İstəyirəm bunu deyəm ki, əvvəl davranan həmişə müvəffəqdir. Birinci adam ki, məsələn, vura, düşmənə deməyə vururam, ha? Elə vura. O müvəffəqdir. O vurdu onu, o yıxdı. O onun gözünü qorxutdu. O ona bir ağır zərbəni vurdu. İndi qaça da bilər. Qaça da bilər. Deyir ki, əgər çoxlu nirdə olsa ki, siz az nirə bərəndəsiniz. 18. Bari fərmandeh hamiyə dövlət است. Mən bunu deyim ki, məsələn, indi ordusu, Rus ordusu bir qatil ordudur. Nəyə dayanaraq bunlar Ukraynalıları öldürürlər? Heç bir dayanacaqları yoxdur. Ukraynalılar onların əleyhinə savaş başlamamışlar. Deyərlər, savaşdan ötürü. Bir təhlükə deyildi, deyərlər, təhlükədən ötürü. Bunlar 30-40 milyondular, onlar da 300 milyondular. Harada bu, onlara nə təhlükə yaradar? Rusiyanın gücü çox-çoxdur, bunların gücü azdır. Rusiyanın atomu var, bombu var, təyyarası var, bunların yoxdur. Bəs bunu görürsünüz ki, ərteşlər dövlətə dayandığı üçün qətl-am eləyə bilərlər və özlərini haqq bilə bilərlər. Çünki bilirlər ki, bizi öldürsək də mühal. Onun üçün mən ədalətə etiqadım yoxdur. Onun üçün ədalətə etiqadım yoxdur. Ədalət gücdən gələr. Sənin gücün olsa, heç kəsən, indi Rusiyanın gücü var, dünya ona bir şey deyəmir. Əgər danışa bilirlər, gəlsin də ədalətdir, da burada sən çəkil dalıya. Yox, belə bir şey yoxdur. Ədalət kasıblar üçündür. Zəiflər üçündür. Özlərini toğluyərlər, təslim olurlar. Hüquqi bəşər. Zəiflər üçündür. Sənin gücün olsun, əsləhən olsun, get məmləkəti və azad elə istiqlalı qoy, sonra da hüquqi bəşəri icra elə. Yəni, hüquqi bəşərin icrasını belə zor istər, güc istər. Bari, fərmandeh hamiyə dövlət است. Yəni, bilir ki, ərteş dövlətdən himayət elər, dövlət də ərteşdən himayət elər. Əgər sayi in himayət bər sər həmi çiz başət, mutmainə dövlət qəvi ist. Əgər bunlar bir-birlərindən himayət eləsələr, qət'ən dövlət qəvidir, güclü olar. Və əgər xələ vücud daşdə başa, bunların arasında bir boşluq ola, bir-birləri ilə işləyəməyələr, bir-birlərini himayət eləməyələr, dövlət müsəlləmən zəif olacaqdır. Şang Yo deyibdir ki, Duke Bozorg qofdə است. Yəni də burada görürsünüz da, indi bunların içində də nə qədər Çin filsufunun adını yaza bilərlər, Allah bilir. Hakimi ki, Duke gəndə dedim, Avropayı bir ləqəbdir, Çinin ləqəb deyil. Hakimi ki, müvəffəq bir yaftən şəxsi sahibi kifayət başa, qərini müvəffəqiyyət xواهد بود. Əgər bir dana dövlət yaxçı bir fərmandehlər tapa qoya, o müvəffəq olacaq. Məsələn, biz Qarabağın savaşına baxanda, analiz eləyəndə görürük ki, Qarabağ iki cibhədə əslində Güney və Doğu, Günçıxan və Azərbaycanın Araz çayının qırağında və şeydə müvəffəqdir. Amma üstdən ki, qəralı idi, gələlər Qarabağı beləsi hilal, bu hilal kimi, gələlər erməniləri salarlar ortaya, üstdəki fərmandehlər düşmənin adamı idilər, ya düşmənə yaxın idilər, ya düşmənin casusu idilər, hər nə idilər, ondan izafə fərmandehi orada. Onlar məsələn, Azərbaycan dövlətinin işləmədiyi üçün, ya onların sözünə baxmadığı üçün, ya onlar dediyi kimi işləmədikləri üçün o cibhə dalıya qaldı, getmədi. O cibhədə xəyanət oldu.
Bildik ki, sonra bunlar tutuldular, Azərbaycan dövləti bunları tutdu, amma bunların başına nə gəldi, hələ fiilən mənim xəbərim yoxdur. Məncə gərək edam olalar. Ya da həbsə əbədə məhkum olalar bunlar. Yəni, əgər edamla müxalifuq, tamam, bunlar həbsə əbədə məhkum olmalıdırlar. Çünki bunlar millətə xiyanət elədilər, vətənə xiyanət elədilər. Vətənə xiyanət və millətə xiyanət bağışlanmaz. Hakimi ki, müvəffəq və yaftən şəxsi sahib kifayət şəvət, bir adam tapar ki, onun təcrübəsi, hər şey, hər cəhətdən kifayət, yəni kafi qədər o adamın təcrübəsi ola, bilinci ola, düşüncəsi ola, milliyyətçılığı ola, vətənpərvərliği ola və bu cürsə bir şey tapsa, nə olar? İstəyi də olar. İçəridən bir milli istəyi də olar. Yəni, təhcə pul üçün savaşmıydı. Yoxsa bir nəfər gəlsə ona biraz izafi pul versə, fərz buyurun ki, siz filan fərmandəyə 10 min dolar ayda hüquq verəsiniz. Bir nəfər gəlsə buna desə ki, sənə mən 1 milyon dolar verirəm, çəkilər dalıya. Bir də o Türkiyənin videosuna baxırdım, deyir ki, Çin dövləti divarı tikəndən sonra dövləsinə 3 dəfə təsxir olubdur, məğlub olubdur, divarlardan geçiblər. Mühacimlər, türklər o cümlədə. Nədir olub geçiblər? Deyir ki, onlar divarı düzəltdilər. Pul qoydular, yüzlər il çalışıyor, divarı bitdilər. Amma o divarın nicəhbanların vətənpərvər eləyə bilmədilər. Nə oldu? Gəldi buna rüşvət verdi. Onun hüququ məsələn deyək ki, ayda 100 min tümən idi, 100 milyon idi. Gətirdi ona məsələn dedi ki, mən sənin ömrün məsələn 50 il olacaqdı. Gəl bunun pulunu bir yerdə verəcəm. Getginən keyfivə bax. Mən buradan getsim, getdi. İçəriyə. Dövlətlərdə də bu tür şeydə bir pul deyil. Yəni deyək ki, 50 dana generala alın. Bir pul deyil ki, dövlətə. 2 dana tancını, 3 dana tancını, ya bir dana təyyaranın qiyməti eləməz. Ona diqqət buyurun. Qərir müvəffəqiyyət xabidir. Hakimi ki, müvəffəq nəşəvət əzmiyan mirəbəd. Amma bir adam ki, yaxçı fərmandeh tapbiyə, o aradan gedər. 19-cu. Bayət daniş ki, hakim bərayı cəlbi bədbəxti nisbəti bə ərteş xud ra sirah در پیش دارد. Baş tapmadım bunu, yeminə belə deyir. Deyir ki, gərək bilək ki, əvvələn bilmir, heç hakim ərteşin bədbəxtliğini istəməz, ya millətin bədbəxtliğini gərək istəmir. İran dövlətindən xaric. İran dövlətindən, yəni bu Xameneygildən xaric ki, bunlar öz millətlərinin bədbəxtliqların, dalıya qalmaqların, fəqirliklərin istirlər. Bunlardan kənara çıxsaq, dışa çıxsaq tükcə, görəcəyik ki, heç dövlət öz millətinin kasıblığın, bədbəxtliğin, vətənin əradan getməyini istəməz. Bayət danışqı hakim برای جلب بدبختی نسبت به ارتش خود سه راه در پیش دارد. Əgər bir hakim istəyir, ərteşi bədbəxt eləyə. Müsəlləh gücləri bədbəxt eləyə. 3 yolla bədbəxt eləyə bilər. Nədir? در عین جهل به اینکه ارتش نباید به پیشروی دست بزند دستور به پیشروی بدهد. Deyir ki, bilə ki, ərteş gərək getməyə. Bunu bilmir. Bilmir ki, ərteş gərək getməyə. Çünki məlumatı yoxdur. Bilmir ki, düşmən nə vəziyyətdədir. Amma deyir ki, mən deyirəm, gərək gedəsiz qabağa. Bu, ərteşinə və öz millətinə xiyanət edir. Vəqti nemidanet ərteş nəbayəd əqəb nişini konad. Dəstur əqəb nişini. Amma yenə də cahildir. Bilmir ki, indi vəqti deyir deyəsən dalı otur. Amma deyir ki, yox, indi mən təşxis verəcəm, dalı otur. Amma dəlili yoxdur. Cibhədən buna hər tərəfdən casuslar məlumat gətirməyiblər, toplanmayıblər ki, ağa bizim dalı oturmalıyıq ki, həmlə eləməliyik. Bunu bilmir. Amma deyir ki, mənim göylüm belə istədi. Da mənim nəzərimə gəlir ki, dalı oturaq. این همان چیزی که در هچل انداختن ارتش نامیده می شود. Bir dana ordunu sındırır bu adam çünkü məlumatı yoxdur. Şalin adında bir dana savaş uzmanı deyibdir ki, پیشروی و عقب نشینی ارتش ممکن است موکول با تصمیمی باشد که فرمانده بر اساس اوضاع و احوال اتخاذ می‌کند. ارتشin yürüməsi, hücum eləməsi ya dalı oturması bir şəraitə bağlıdır. Oza əhvala, savaşın oza əhvalına bağlı ki, əcəba mən indi həmlə eləsəm olar, yoxsa həmlə eləməyim. Çünki düşmən bu cür işlər görür. Yoxsa məsələn bir qrup göndərim filan yerdə bir yer partlasın, bir şey, bunları ora çəkim, orada məsələn bir çıxqılı savaş salım, bunlar ora çəkilsinlər, mən buradan həmlə eləyim. Məsələn. O
Daimən adam gözlər o məlumat gəlsin, bunun əlinə toplansın, falan yerdə falan iş görürlər, bəhman yerdə bəhman iş görürlər, ta onun üstə təsmin tutsun. Deyir ki, onun əsasında təsmin tutar. Amma faciə bədtər az dəsturhay sadə az tərəf hakimi kaxnişin نیست. Amma deyir, bundan böyük faciə yoxdur ki, Xameneyi oturub bir yerdə dəstur verir, sal sazəndəci, sal tolid, sal xudkəfai, falan bəhman. Nə bilim, biz düşmənlə barışmayacağıq. 600 milyard dolar Rusiyaya pul təzriq eləyiblər. İranın Əraq Savaşının son zamanlarından bu bomb məsələsinə girişiblər də. 30 ildə üstündən, 30 neçə ildə üstündən geçir, hələ fiilən heç zat yoxdur və bunlar hələ heç zada bir belə pul xərcləyiblər. Niyə? Çünki adam bilmir də, vaqiyyət budur ki, bilmir. İttilaatı da düz deyil. Adamlar gəlirlər, toğulurlar biləsin. Axı, molla nə siyasət nə, dostlar? Baxın, bu İranın bugünkü vəziyi, mollaların başına mən yıxmıram. Mən şəxsən özüm deyirəm. Mənim nəzərimə, ağıllı farslar ki, kravatlıdırlar, səqqəl qoyublar, ləbəsiz köynək giyiblər, başların burasını dağlayıblar, burasına üzük salırlar, səqqəli qoyublar buracan, xotu giyirlər buracan, dəmpayı ilə idarə edirlər, köynəyi çıxadırlar, şalvarın üstünə salırlar, pıntı, pısır. Bunlar, onları toğulurlar. Bunlar ağıllıdırlar, o da əhmaq. Bunlar rahatca onu toğulur. Mənim nəzərimə, pan-İranistlər mollaları toğulayıblar. Həmişə də toğulayacaqlar. Çünki molla siyasət bilmir. Molla hissatda nə iqtisad bilir, nə fəlsəfə bilir, nə siyasət bilir, nə bir şey. Dəstəmaz almağı bilir, ölünü yumağı əgər bilsə bilir, orucu tutmağı əgər bilsə bilir. Bundan sonra bir şey bilmir ki. Heç nə bilir ki, məsələn, suyu nə cür gətirərlər, nə cür paylarlar, çörək hardan gələr, hardan gedər, hardan alınlar, hardan alınmaz, neçəyə alınlar, neçəyə satırlar. Əslində bunları bilməz ki, molla. Ya bilə də bilməz, heç mən də bilənmərəm. Axı, məsələn, indi deyək buğda. Ağa, vurursunuz Əli Baba adında bir şey vardı, vurursunuz da Əli Baba buğda. Yazır oradakı buğdanın tonajı bir beləyə satırıq. Çində ya, Ukraynada, ya Rusiyada, ya Kanadada bir beləyə satılır. Bunu bilməyən adam 10 qatına qiymətinə İranda alır. Dövlət. Xameneyi. 10 qatına alır. Yoxsa bunu bilsə, o adamın dərisini soyar. Deyər, olan sən necə getmirsən bu buğdanı ki, qiyməti budur, qoyublar web-sayta, sən danışanda bunu ucuz da alacaqsan, deyəcəksən ki, mən 1 ton almıram ki, mən məsələn 1 milyon ton alıram. 1 milyon tonda məsələn mənə təxfif verəcəksən %20. Əvəzin ki, görürsünüz ki, İranda normalda tamam müzakirələrdə bu gedir. Bunu da bilməyən qulağı sağır filan kəs də bilir. Ki, İran dövlətindən, tərəfindən müzakirəyə gedənlər həmişə hər nə alsalar, əvvəl orada pursant alarlar. Mənim pursantımı çəkəcəksən qiymətin üstünə. %30, %40, %50, bəzən %200. Çünki molla nə biləcək bunu? Puldur. Ağa, bir belə verin. Mollaya da çox danışsa, hacağa, oradan bir təxfif almışıq. Bir pul bizə qeytərəcəklər, ondan da sizə bir belə qeytərəcəklər. Sizin şəxsi hesabınıza bir belə deyiblər, pul tökəcək hacaya. Hacağa da baxır, görür ki, şəxsi hesabına bir məsələn fərzən 100 min dolar gəldi. Amma orada bir neçə milyard dolar getdi? 5 milyard dolar getdi. Yox oldu. Getdi bu panfarsın cibinə. Bu müzakirələrdə bir dana ərəb yoxdur. Diqqət buyurun, tamam. Alvericilərdə. Yəni, hər nə mənə ki, alver olur dünya səthində, İranla dünya səthində, maşın olsun, dava olsun, vaksin olsun, təyyara olsun, nəft olsun, qaz olsun, petroşimi olsun, fərş olsun, püstə olsun, şəkər olsun, moz olsun, hər nə ki, İran alır, satır. Bir danası Türk əlində, Türkəmin əlində, Qəşqai əlində, Lor əlində, Ərəb əlində, Bəlüç əlində deyil. Hamısı fars əlindədir. Və bunlar mollaların düşünməməzliyi və tamahkarlıqlarını. Molla tamahkardır. Molla iki şeyə tamah sallar. Baxın, qoy bunu mən sizə yap belə açığın deyim. Mən özüm də mollalığa getdim daha. Yadıma gəlir, mən molla gedəndə bizim məhəllədəndə bir nəfər getdim mollaya. O da indi molladır. Fikrim Ayətullahdır. Mənim 2 yoldaşım var idi. Birinin adı Musəvidir. Bu, dayı qızısı ilə evləndi. Seyid Musəvi. Hər halda.
Qızı gətirdi. Qızı gətirəndə birdən mütəvəccüh oldu ki, hələ gətirməmişdi. Məsələn, bir gün, 2 gün qalırdı evlənə, qızı gətirib öz evinə. Bu Ayətullah Müslüm Mələkutinin qızını görür. Görür ki, olan qız da gözəl deyil. Müslüm Mələkutinin oğlanlarını da görsə gözəl deyil, qızları da gözəl deyil, özü də gözəl deyil. Burun mənim bu telefonumdan yekə, çopur, pıspırıq. Hər halda deyək ki, yəni mənim gözümdə gözəl deyil. Mənim gözümdə, bəlkə birinin gözündə. Amma onun əgər Müslüm Mələkutinin qızını mən alsam, damad olacağam. Bu məmləkətdə nə istəsəm olmaz. Pastorlar da özümə baxacaq, bəsicilər də baxacaq, ərteş də baxacaq, idarələr də baxacaq. Hangi pulu istəsəm yetişmərəm. Dayı qızını gətirdi evə. Gətirdi dayı qızının üzünü açdılar. Dayı qızını qoydu otağa, getdi namaz qılmağa. Dayı qızı 1 gün, 2 gün, 3 gün, 5 gün. Dayı qızı durdu, dədə nənəsinə getdi, dedi, bala, bax, məni buna nəyə vermişsiniz? Bu, heç bilmir şərarlatlıq nədir? Məni qoyub burada hər vaxt deyir ki, tamam, evləndik, qutardı da, neyməyəcəkdik? Sən otur bu evdə çörək bişir, qəza bişir, mən də namazımı qılacağam, mədrəsə gedəcəyəm, dərs oxuyacağam. Məndən ərarlatlıq eləmir. Mən boşanırım. Mən istəyirəm ərim olsun, seksim olsun, deyim, gülüm, öpüşüm, uşağım olsun, nənə olum, uşağımı əmizdirim, yekərdim, falan, bəhman. Bu, onlar istəmir, bilmir yəni. Oğlan boşadı, 4 gün sonra getdi, Müslüm Mələkutinin qızını istədi, aldı. İkinci, mən tələb edirik, danışırdı. Hər kəsdən danışır, deyir ki, olan siqə eləyəmir, saxlayın. Bir siqədən ötürü gedərlər, bir də pul qazanmaqdan ötürü. Müftə pul. Vəssalam, ayrı bir şey yoxdur. Allah-Azada da etiqad hamısı zahirdədir. Hamısı zahirdədir. O Türkiyədə bir imam vardı, molla. Danışır məsciddə, deyir ki, bir dana xanım getdi bir mollanın yanına, onlar imam deyirlər. İmamın yanına deyir ki, imam, mən istəyirəm ərimi bir müəllimlə toğlayam. Yəni istəyirəm mən bir müəllimlə də eşqə baxam, oğlan dostum olsun, ərim də var da, saxlayayım, ərimi saxlayayım, onunla da oynayayım. Dedi, olmaz, səni cəhənnəmə salarlar. Dedi, istəyəm, məsələn, bir dana bəqqalınla toğlayam, nə olar? Məsələn deyirəm. Dedi ki, olmaz, səni cəhənnəmdə tühlərindən asarlar. İstəyirəm, məsələn, bir dana bazarı ilə, tacir ilə toğlayam. Deyir, olmaz, sən cəhənnəmin 7-ci qatına gedərsən. Axirdə deyir ki, mən istəyəm, ərimi bir molla ilə, imamla toğlayam. Nə olar? Deyir, səni yanasan səni, sən deyirəm, mən istəyəm müstəqimən gedən behişdə də. Diqqət buyurun, molla belə bir cəmaatdir. İşləməyəcək, sərbazçılığa getməyəcək, vətənə savaşmayacaqdır, yalan hədislər deyəcəkdir, orucu namazını da tutsa tutmasa onu da heç kəs bilməyəcəkdir, Allaha rəbti vardır, o bizə də rəbti yoxdur əlbəttə. Bunlar nə demək? Yəni ki, mollanı toğlamaq rahatdır və bu məmləkətdə toğlurlar. Yəni bir dənə adam bilmir ki, mən 30 ildir bombeton düzəldə bilməmişəm, bir dənə atom mərkəzi düzəldə bilməmişəm ki, bu məmləkətə xeyri ola və bura məsələn ən azı 200 milyard dolar pul xərcləmişik. Ən azı. Əgər bu 200 milyard doları versəydim Amerikaya, Fransaya, İngilistana, 200 dana mənə atom mərkəzi qoymuşlar bu məmləkətdə. Amma nə oldu məni toğladılar, bu 200 dananı əlimdən alıblar, bir dana mənə düdüllü verməyiblər əlimə, oynadacaq verməyiblər. Və mən bu məmləkətdə də, hamıca da mənə toğlurlar, mənə deyirlər pul ver, biz pul veririk, bu nəft satılır, qaz, hər şey, milləti soyuruq veririk bunlara və bunlar hələ doymurlar. Hətta özündən soruşa bilmiş, bu adamlar niyə oğururlar? Ya oğrudur, ya da sadədir da. Yəni, bundan izafə bir şey yoxdur. مورد دوم وقتی است که حاکم با آنکه از هیچ یک از کارها و امور نظامی سر در نمیآورد در اداره آنها مشارکت جوید این امر افسران را گمراه می‌کند. Bir de ayrısı budur ki, əslən bu adam, məsələn mən, ya rəhbər, ya hər kəs, əslən bilmir ağa, sərbazçılıq nədir, sərbaz nədir, əfsər nədir, dərəcədar nədir, savaş nədir, tank nədir, təyyara nədir, bunların elmi nədir, siyasət nədir, dünyada bu savaş sistemi nədir, nə cür savaşarlar, nə cür barışarlar, nə cür müzakirə edirlər, deyir, bunları bilmir, oturub ama dəstur verir. Deyir ki, bu bədbəxtçiliğin başı buradadır. Dedim, mollalar bu qəşəngədə qəşəhdirlər. Mollanın qoltuğuna qarpız verəcəksən. Siz baxın, bir dənə Ayətullah tapmazsınız. Mən bunu sizə rəsmən deyirəm.
Sizin həmçiniz istəyirsiniz istəyin. 100 milyon tümən götürün. Gedin bir Ayətullahın yanına. O 100 milyon yox, 10 milyon. Götürün gedin bir Ayətullahın yanına. Hacı ağa, çox üzr istəyirəm. Biz sizin müqəllidiniz, sizin əmrinizdir, itaətinizdir. Amma kasıbıq. Bizim əlimizdən 10 milyonluq gələrdi. Xidmət sizə təqdim edirik. Çox şərməndiyik, bağışlarsınız. Alacaq qoyacaq da onun şeyinin altına, döşəyinin altına. Sonra deyəcəksin, hacı ağa, bizim möminlər, sizin müqəllidlər orada sizdən bu sahədə bir şey gözləyirlər. Fətva gözləyirlər. Bir fətva lazımdır. Coca-Cola karxanası haram deyilməlidir. Zəmzəm açıq deyilməlidir. Biz bir karxana düzəltmiş hacı ağa. Bunun malimamı da sizə yetişəcək, falan da sizə yetişəcəkdir. Bir dənə karxana düzəltmiş, bu abzu düzəldir. Bu abzu deyil hacı ağa, o abzu ki şah zamanı deyirlər, o əraq var idi içində, falan var idi, o məst elərdi. Bizimki ma-u şəirdir. Siz bir fətva verin ki, ma-i şəir həlaldır. Fətva verəcək ma-i şəir həlaldır. Yəni, o cibinə baxır hələ fətva verir, şeyə baxmır. Yəni, çünki əslən dində bu yoxdur ki. Dində yoxdur. Bu adam özündən deyir. Amma millətdə, avamda bunu qəbul edir. Deyir ki, molla dedi, düzdür da. O bir nəfər gedir kəndə görür ki, ölünü quyulurlar, ölünün altına peyin tökürlər, peyində istadırlar tökürlər. Deyir ki, niyə belə edirsiniz? Deyir ki, ağa dedi, ağadan soruşur ki, ağa bu nədir? Deyir ki, ağa, Risalədə yazıb, bir hangi risalə? Falan kəsin risaləsində. Ağa, hacı ağa, belə bir şey yoxdur. Deyir ki, yox, gətirim də gətirir. Baxır, gör ki, yazıb ki, müstəhəbbidir ki, ölünü quyulayanda onun qəbri genəşsin. Genə farsda pəhəni tər deyirlər. Bu da oxuyub da pehəni tər. Peyin tökür. Savadı yoxdur, neynəsin? Əlifizə bərəyinin gedib dərs oxuyub da. اداره یک ارتش نمیتواند توسط قواعد ناظر به آداب و رسوم و خوشمحضری صورت گیرد. Dedim bu nə ərteş, heç zadı, bu hiç elə biz xoşluğundan şey eləyək, idarə eləyək, olmaz. Qanunu var, qaidəsi var, bunun gəli var, gedi var, oturu var, duru var, əmri var, bunlar. Canım qızım, mənim nəvəm oradan məni danışdırır telefondan. Ona görə bir çönüm, ona bir cavab verim, o rahatlaşsın. Mənim qızım, balam, alma balam, alma qızım, alma balam. Qızımın, nəvəmin adı Almadır. Ona görə o da indi gəlib istir məndən danışar. Mən də burada danışıram. در امور آدابدانی و قوانین و تصویب نامه‌ها ارتش قرار و مدارهای خاص خود را دارد. Bir ərteşin umurunda, iç işində özünün bir yol yöntəmi var. Siz ondan çıxartmamalısınız. Və məmulən anha ra riayət می‌کند. ərteş də onları müraat elər. سلسله مراتبی var ارتشین. bunları gərək müraat eləyək. Əgər این قرار مدارها از خط قرار مدارها بیندازیم, əgər bunu xəttindən çıxadaq. Xətta bilirsiniz, burada yenə də taza sisteminə yazıblar. Qatarların xətti var da, bir dəmir yolu var. O dəmir yolunun içində xətt var. O xəttdən çıxsa aşar. Qədim belə bir şey yox idi ki, ona deyirlər xəttdən çıxsa aşar. Yox, yenə də burada bəllidir ki, bu adam kitabı tərcümə eləyəndə təhrifin yerləşdirib bura. Öz zehni yazıbdır. ناظر بر اداره یک دولت است افسران از خط خارج و گمراه میشوند. Əgər belə də olsa dövlət dixalət eləsə, rəhbər dixalət etsə ərteşin işlərində, siyasətə soxsa bunları, əlbəttə bilirsiniz, bu ki ərteş siyasətdən qıraqda dursun, bu əslən imkansızdır. Çünki ərteş siyasətin müsəlləh güclər, silahlı güclərin hamısı siyasətin bir parçasıdır. Siyasəti onlara dayanaraq qabağa apararlar. Əslən, ərteşsiz siyasətin anlamı çox azdır. Demirəm yoxdur ha, çox məmləkətlər var ki, ərteşləri yoxdur. Siyasətləri də çox gözəldir. Amma normalda ərteş güclə, silahlı güclər siyasətin dayanacağıdır. Zahirən də mən demişdim, bu qutarım iş, qutara bilmədim heç. Bu səfəni də az oxudum. Çox vaxtımız qalmadı, 20 neçə saniyə qaldı. Elə burada qalsın. 56-cı səfənin axır paragrafından qoyaq qalsın.
Sağ olun dostlar. Mən bu gün çox danışdım, bəllidir. Çox danışmışam və az oxumuşam. İnşallah sabahdan cübran elərəm. Sağ olun, sağ qalın. Görüşmək üzrə.